Bu dünyada ey Allah'a iman getirmeyen bende, Allah'ın ayələrine karşı kör oldun, özünü görməməzliyə qoydun, dinləmədin, iman getirmədin, eləcə də Allah Teala qiyamət günü cəhənnəmə onu kör olaraq aparacaq. Və o deyəcək ki, "Qalə Rabbi limə həşərnəni ə'mə və qad kuntu basira." Ey Rəbbim, məni niyə görə kör olaraq cəhənnəmə aparırsan? Axı mən bu dünyada görürdüm. Və Allah Teala ona deyəcək ki, "Qalə kəzəlikə ətətkə əyətünə fənəsitəhə." Çünki bizim ayələrimiz sənə gələndə sən onları unuttun, onun özünü görməməzliyə vurdun, eşitmədin, axtarmadın, araşdırmadın. Və kəzəlikə l-yevmə tünsə. Və bu gündə beləcə unudulacaqsan. Və kəzəlikə nəczi mən əsrafə və ləm yu'min bi əyəti Rabbihi və lə'azəbul əxirəti əşəddu və əbqa. Və sonra Allah buyurur ki, biz həddi aşan və ayələrimizə iman gətirməyənləri beləcə cəzalandırırıq. Yəni, həm bu dünyada sıxıntı ilə, sıxıntı və can sıxıcı bir həyatla və qiyamət günü isə əzabla və lə'azəbul əxirəti əşəddu, ahirət əzabı isə daha şiddətlidir və əbqa və daha qalıcıdır və daha əbədidir.